Konfransda moderator Orxan Amaşov bildirib ki, müstəmləkəçilik yalnız ərazilərə və təbii sərvətlərə nəzarət deyil, eyni zamanda insanların düşüncəsinə, dilinə və kimliyinə təsir göstərmək vasitəsidir. O qeyd edib ki, bugün media dekolonizasiya prosesində həqiqətin bərpası, stereotiplərin aradan qaldırılması və marginal icmaların səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə çıxışında təşkilatın beynəlxalq fəaliyyətindən danışıb. O bildirib ki, qurumun hazırladığı alternativ hesabatlar BMT Baş Katibinin hesabatında və BMT-nin İnsan Hüquqları Komitəsinin sənədlərində öz əksini tapıb. Abbasov həmçinin 2024-cü ildə Sakit Okean qrupunun dəstəyi ilə yaradılan Beynəlxalq Dekolonizasiya Forumunun və bu il təsis edilən Qlobal Gənclər Platformasının dekolonizasiya gündəliyinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb. Ardınca iştirakçılara Bakı Təşəbbüs Qrupu tərəfindən hazırlanmış Sakit Okean qrupunun fəaliyyəti və dekolonizasiya istiqamətinə görülən işləri əks etdirən videoşart təqdim olunub. From Guadeloupe, from New Caledonia, from Martinique, from Saint-Martin, from other colonial areas. This is their group. Daha sonra çıxış edən beynəlxalq ekspertlər dekolonizasiyanın yalnız siyasi prosesi olmadığına, eyni zamanda informasiya məkanının, düşüncə tərzinin və mədəni müxtəlifliyin də dekolonizasiyanı əhatə etdiyini bildiriblər. Qeyd olunub ki, rəqəmsal media və sosial platformalar yeni imkanlar yaratsa da, jurnalistikanın peşəkarlığı və faktlara söykənə yanaşması bu prosesdə həlledici əhəmiyyət daşıyır. Jurnalist və media nümayəndələri isə çıxışlarında diqqəti müstəmləkə dövründə mətbuatın formalaşdırdığı narrativlərə yönəldiblər. Bildirilib ki, uzun illər xüsusilə Fransa mətbuatı müstəmləkəçiliyi sivilizasiya missiyası kimi təqdim edərək yerli xalqların səsini kölgədə qoyub. Bugün isə medianın əsas vəzifəsi tarixi həqiqətlərin obyektiv şəkildə işıqlandırılması və uzun illər eşidilməyən səslərin beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu konfrans bizim üçün çox vacibdir. Çünki dekolonizasiya və neokolonializm mövzusu ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Müstəqilliyimizi uzun illər əvvəl əldə etsək də, əslində hələ də tam azad deyilik. Fransa hökuməti ölkələrimizdə istədiyini etməyə davam edir. Biz iqtisadi, mədəni və digər sahələrdə hələ də tam azadlığa malik deyilik. Bakı Təşəbbüs Qrupunun bizə öz sözümüzü demək, beynəlxalq ictimaiyyət və beynəlxalq media qarşısında çıxış etmək imkanı yaratması çox önəmlidir. Məhz buna görə də bugün burada olmaq, media ilə həmçinin Qərbi Afrika ölkələri ilə bu məsələləri müzakirə etmək bizim üçün vacibdir. Biz başa düşürük ki, mübarizə yalnız siyasi müstəvidə aparılmamalıdır. Media sayəsində mübarizə aparmaq, iqtisadi azadlıq uğrunda mübarizə aparmaq da çox vacibdir. Düşünürəm ki, bugün burada olmağımızın əsas səbəbi də budur. Bizi Azərbaycanın paytaxtına dəvət etdikləri və mediada narrativlərin dekolonizasiyasının zərurəti barədə danışmaq imkanı yaratdıqları üçün təşəkkür edirik. Mən özüm Seneqaldanam və bu mövzuya həsr olunmuş paneldə çıxış etdim. Qısa desək, belə nəticəyə gəldik ki, uzun illər hökmranlıq altında olmuş ölkələrin öz hekayələrini yenidən öz nəzarətlərinə götürməsinə, öz fikirlərini və baxışlarını özlərinin formalaşdırmasına ehtiyac var. Çünki bu günə qədər Afrika, ümumilikdə isə Afrika ölkələrinin əksəriyyəti çox vaxt stereotiplərin obyekti kimi təqdim olunur. Konfrans panel müzakirələrindən davam edib. Sessiyalarda beynəlxalq medianın dekolonizasiya prosesini töhfəsi, yerli xalqların səsinin qlobal informasiya məkanında gücləndirilməsi və media əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bakı Təşəbbüs Qrupu ilə Burkina Faso Xarici İşlər Nazirliyinin qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Daha sonra mətbuat brifinqi keçirilib. Brifinqdə bildirilib ki, anlaşma memorandumu Bakı Təşəbbüs Qrupu ilə Burkina Faso Xarici İşlər Nazirliyinin qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında əməkdaşlığın inkişafını nəzərdə tutur. Qeyd olunub ki, sənəd Afrika istiqamətində elmi və praktiki əməkdaşlığın genişləndirilməsi, dekolonizasiya və neokolonializm mövzularında birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək. Müstəmləkəçilik və dekolonizasiyadan əziyyət çəkən müxtəlif xalqların nümayəndələri iştirak edir burada və bu platformadan istifadə edib öz haqq səslərini yenidən
yüksəldirlər və müxtəlif narrativlər dinlənilir. Onlar bir xalqın, bir toplumun həyat hekayəsini bir daha dünya ictimaiyyətinə çatdırırlar. O baxımdan dünya ictimaiyyətinə çatdırırlar ki, Bakı təşəbbüs qrupunun təşkil etdiyi bu təşəbbüs, bu konfrans müxtəlif dillərdə, müxtəlif telekanallar vasitəsilə təqdim olunur və burada çıxış edənlər də Azərbaycanın bu sahədəki təşəbbüsünü yüksək qiymətləndirirlər və minnətdarlıqla ifadə edirlər ki, illərdə Azərbaycan, xüsusilə də Bakı təşəbbüs qrupu bu baxımdan müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsini qlobal səviyyədə dünyaya çatdırır və burada eyni zamanda dekolonizasiya prosesinin ictimaiyyətə çatdırılmasında medianın rolu yüksək qiymətləndirildi və medianın bu sahədəki gücündən istifadə olunması üçün daha nələr edilməlidir, onunla bağlı müzakirələr aparıldı. Düşünürəm ki, hazırki burada keçirilən konfrans nəticə yönümlü və effektivlik baxımından yüksək qiymətləndirilməlidir. Bugünkü təşkilatımız tərəfindən həyata keçirilən təşəbbüs artıq ikinci təşəbbüsdür. 2024-cü ildə biz dəniz aşırı ərazilərdə fəaliyyət göstərən media mənsublarına kiçik bir media tur təşkil etmişdik və bu media tur çərçivəsində Azərbaycanda ADA Universitetində sözü gedən media mənsublarına bir kommunikasiya üzrə təlim keçirilmişdi və aidiyyəti dövlət qurumları ilə, kommunikasiya sektorunda fəaliyyət göstərən dövlət qurumları ilə və aidiyyəti informasiya agentlikləri ilə iki tərəfli görüşlər keçirilərək fikir mübadiləsi aparılmışdı. Və bugün biz artıq 2026-cı ildə media mənsublarının dekolonizasiyadakı rolu üzrə beynəlxalq konfrans həyata keçiririk. Bu konfransda yerli və xarici media mənsubları iştirak edirlər. Burada fikir mübadiləsi həyata keçirilir. Düşünürəm ki, bu kimi fəaliyyət addımları gələcəkdə də dekolonizasiya prosesinə çox mühüm töhfə verəcəkdir. Atabəy Səyyad, Zahir Həsənov, NTV Xəbər, Bakı.